Şəhidə hörmətsizlik edən insanlıqdan kənar. Yəni buna insan desək qiyamətdə Allaha cavab verərik. Bunlar öz yerində. Və təsadüfən elə bədahətən gəldi bunu şəhidlər xiyabanında elədilər hadisəsi idi, yoxsa elətdirildilər hadisəsi idi. Belə görsənən tərəf budur ki, elətdirildilər. Birdən əgər həmən günün səhərisi dərhal təcili surətdə İsrailin səfiri gəlib şəhidlər xiyabanını ziyarət eləməsəydi, bəlkə də bəzilərini anlatmaq olardı ki, bu təsadüfi bir hadisə idi və eləyənlər bədahətən bunu eləmişdilər. Amma onlar gəlib şəhidlər xiyabanında şəhidlərimizin məzarı üstünə gül qoymaqla təsdiqlədilər ki, burada bizim əlimiz var və bizim planımızdır. Bilirsiniz niyə? Dünyanın müxtəlif yerlərində sayı bilinməyən qədər insanları bunlar şəhid edirlər. Və son 2 ildə də 60.000 günahsız insanı şəhid ediblər. Bunlar görəsən doğrudan da şəhid qədri biləndilərmi? Təbii ki, yox. Sadəcə bunlar bir dənə oyun idi oynadılar, bir dənə plan idi qurdular. Səhəri günü ağlı başında olmayanları Seyyid-i Şühədaya hürdürmək üçün. Yəni İmam Hüseyin əleyhissalam. Baxın, dərhal bir qrup ağılsız insan çıxdılar. Dedilər ki, ərəblər bizim şəhidlərimizə hörmətsizlik eləyiblər və biz isə 14 əsrdə onların şəhidlərinə